Lap kiçik yaşlarından vətənpərvərliyi və hərbə olan meyli ilə xüsusilə seçilən Həsənli Rəşad Yaşaroğlu 1997-ci il martın 29-da Saatlı rayonunun Ağarəhimli kəndində anadan olub. Orta təhsilini Saatlı rayonu Cəfər Cabbarlı adına orta məktəbdə alan Rəşad 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2 il təhsil aldıqdan sonra 3-cü kursda olarkən sağlamlığı ilə əlaqədar olaraq təxris olunub. Təxris olunduqdan sonra Bakı şəhərində yerləşən Bakı Neft Energetika Kollecinə daxil olub. 2015-ci ildə təhsilini donduraraq müddətli həqiqi hərbi xidmətə yollanan Rəşad Həsənli 2016-cı il aprel döyüşlərinin iştirakçısı olub. Həmin döyüşlərdə böyük şücaət göstərən Rəşad sağ budundan yaralanıb. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra Oven Şirniyyat mağazaları şəbəkəsində satış meneceri vəzifəsində çalışıb. Azərbaycan ordusunun kiçik çavuşu olan Rəşad Həsənli 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. 63 gün sonra nəşid atılan Rəşad Həsənli Saatlı rayon qəbirstanlığında təntənəli mərasimlə dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Həsənli Rəşad Yaşaroğlu ölümündən sonra vətən uğrunda Füzulinin, Qubadlının, Şuşanın azad olunmasına görə və igidliyə görə medalları ilə təltif edilir.